Hər birinizi salamlayıram. Bildiyiniz üzrə bugün bizim canlı yayımımız rəfiqələr mövzusundadır. Və hətta bəylər belə dinləyə bilərlər. Kim ki istəyir öz çevrəsini analiz eləsin, baxsın, görsün ümumiyyətlə həyatında nə baş verir. Okay. Mən rəyləri açdım ki, sizlər mənə yazasınız. Görüntü necədir? Səs necədir? Məni yaxşı görürsünüzmü? Hər şey yaxşıdırmı? Görüntü, səs necədir? Məni yaxşı görürsünüzmü? Chatda mənə yazın və biz başlayaq. Hər şey əladır. O zaman başlaya bilərik biz. Çox, belə deyərlər, biraz tərəddüd edəcəyiniz bir mövzu ola bilər bu rəfiqələr mövzusu haqqında dinləmək, amma çoxlarınız özünüzü görəcəksiniz bunu dinləyərkən. Xüsusilə də mən, məsələn, 7-8 il öncə kimsə belə bir canlı yayım açsaydı, kaş dinləsəydim, kaş deyə düşünürəm. Nəyə görə? Çünki qızlardan tez-tez suallar gəlir hər zaman. Həyatımı niyə istədiyim kimi qura bilmirəm? Niyə istədiyim partnyorla bərabər ola bilmirəm? Niyə toksik insanlarla bərabərəm? Və yaxud da niyə istədiyim kimi zəngin bir ailə qura bilmirəm? Və yaxud da özüm iş xanımı ola bilmirəm? Özüm yaxşı qazana bilmirəm? Belə deyək də, qısası, niyə həyatımı istədiyim ssenari üzrə qura bilmirəm? Burada əlbəttə ki, daxili proqramlarımız önəmlidir. Hansı şuuraltı proqramlarda biz yaşayırıqsa, bizim həyat ssenarimizdə elə qurulur. Amma çöl dünyada nələr etdiyimiz də bura təsir edir. Və onlardan, bu komponentlərdən ən başlıcası bizim çevrəmizdir. Rəfiqə seçimlərimizdir. Ətrafımızda hansı rəfiqələr var və onlar bizə nə edir, bunu anlamaqdır. Qısaca sizə məlumat verim. Məni ilk dəfə izləyənlər üçün mən Asiya Rüstəmli, mən coacham. Coach kimi çalışıram. Həm də Biz Akademinin rektoruyam. Digər tərəfdən isə Asiya Rövşən Coaching Akademi, haradakı 2 il sertifikat diplomu verirəm. Coachlar hazırlayıram. Həmin akademiyanın da direktoruyam mən. Və hər iki akademiyanın təsisçisi də mənəm. Okay? Mənə güvənə bilərsiniz. Nəyə görə? Çünki mənim 2 psixoloq diplomum, 2 isə biznes, belə deyərlər də, biznes idarəçi diplomum var. Toplam 4 diplomum var və diplomlar, həmişə deyirəm, önəm daşımır, amma sizin mənə güvənməyiniz üçün bunu deməyim hər zaman çox önəmlidir deyə düşünürəm. Digər tərəfdən isə mənə güvənə bilərsiniz, çünki mənim metodologiyam üzrə coachlar öyrənir, hazırlaşır, coach olurlar, məzun olurlar mənim akademiyamdan. Diplom alırlar və diplom deyəndə sertifikat alırlar, 2-li Avropa təsdiqli və onlar başlayırlar öz müştəriləri ilə işləməyə. Ona görə güvənli yerdə olduğunuzu bilə bilərsiniz. Kimlər ki mənlə daha yaxından çalışmaq istəyir, mən bir sessiyaları vermirəm. YouTube kanalımda ödənişsiz marafonları keçid edib baxa bilərsiniz. Qatılmaq istəsəniz isə indi Lady 3 proqramı açıqdır. Xanımlar üçündür. Xanımların psixoloji, belə deyərlər də, şuuraltı proqramları ilə işləmək üçündür ki, bir lady formalaşsın, artıq suallar olmasın beyninizdə. Münasibətlərlə bağlı, özgüvənlə bağlı, hormonal səviyyə ilə bağlı, sağlamlığınızla, gözəlliyinizlə, maddi durumunuzla bağlı. Belə deyərlər, proqrama siz biodakı linkdən rahatlıqla baxa bilərsiniz. Kimlər də qatılmaq istəyir, mənə deyim qutusunda plus qoya bilərsiniz. Mən sizə deyəcəm, menecerlərə yönləndirəcəyim, belə deyərlər. Belə yoldaşlar, baxın, biz ətrafımıza kimləri seçdiyimiz belə şuuraltı proqramlarımızın nəticəsi olur hər zaman, yəni ümumi resurs səviyyəmizin nəticəsi olur hər zaman. Nəyə hazırıqsa hər zaman onu yaşayırıq həyatımızda və əgər mən ümumiyyətlə təhsilimə ilk dəfə başlayanda, psixoloq təhsilimə ilk dəfə başlayanda illər öncə,
akademiyaya ilk daxil olduğum anda akademiyanın rektoru belə bir söz bizə yazdırmışdı dəftərə və mən hələ də unutmuram o sözü. Hələ də dəfələrlə təkrarlayacağam o sözü və hələ də mən o söz yadıma düşəndə özüm şok keçirirəm ki, məni necə əsəbləşdirmişdi o söz və necə inkişafıma təkan vermişdi. Həmin anlarda mənim həyatımda hər şey dibdə idi ümumiyyətlə. Mən psixoloq təhsilimə başlayanda, çünki əvvəlki 2 diplom var idi, amma nə normal qazancım yox idi, nə də işlərim yolunda getmirdi, həyatım yolunda getmirdi, heç nə alınmırdı. Və məhz bu nöqtədə, belə deyərlər də, bizə dəftərə yazdırdığı bir söz məni tamamilə darmadağın etmişdi, düzəltmək əvəzinə hər şeyi. O söz isə nədir? Belə cümlə idi ki, əgər həyatınızda nəsə yoxdursa, əgər həyatınızda nəsə istədiyiniz kimi alınmırsa, deməli hələ ona layiq deyilsiniz. Və uşaqlıqdan bəri biraz da egonun təsiri ilə davamlı düşünmək ki, mən hər şeyin ən yaxşısına layiqəm, amma ətrafdakı insanlar icazə vermir mənə. Dövlət icazə vermir, dostlar icazə vermir, qohumlar icazə vermir, nə bilim, mama-ata icazə vermir, şərait icazə vermir, müdirim icazə vermir, o alınmır, bu alınmır və s. deyə düşünən bir insanın birdən-birə belə bir cümlə ilə qarşılaşması şok kontenti idi. Və daha sonra bu cümlənin açıqlaması belə oldu ki, bəli, şuuraltı proqramlarınız hələ istədiyiniz həyat ssenarisini yaratmağa layiq durumda deyil. Çünki hər həyat səviyyəsində, hər dəfə kvant sıçrayışı yaşayanda siz əvvəlki sizi tanımırsınız. Əgər yaşamısınızsa bir dəfə heç olmasa kvant sıçrayışı, bilirsiniz ki, əvvəlki siz onu tanımırsınız. Və mən həyatımda çox sürətlə dəfələrlə kvant sıçrayışı yaşamış biri kimi deyə bilərəm ki, indi çatdığım nöqtədə əvvəlki versiyalarımı ümumiyyətlə belə deyərlər də çox geridə qalıb mənim üçün. O versiyaların hansı anlarda, hansı proqramlarda yaşadığını, necə özünü korobkaya qısıtladığını, necə balaca bir dünyaya özünü qısıtladığını mən görə bilirəm. Həmin Asiyaların, sanki keçmiş versiyalarımın və görə bilirəm ki, həyat çox rahatdır yaşamaq, hər şey çox rahatdır, hər şey çox əlçatandır, hər şey çox, belə deyərlər də, təşvişsizdir, gözəldir dünya. Amma mən həmin yaşlarımda şuuraltı proqramları mənə icazə vermirdi deyə, resursu mənə icazə vermirdi deyə, mən həyatımı davamlı əziyyət yönümlü yaşamağı seçirdim, nəsə alınmırdı, olmurdu və s. Və həmin illərdə əsas məsələ, əsas problem ümumiyyətlə o idi ki, mən başa düşmürdüm ki, çevrəm mənə nə edir və mən bu rəfiqələri ətrafıma niyə yığıram. Ümumiyyətlə, çevrəmizə kimi yığdığımız, çevrəmizə daha doğrusu kimlərin yığıldığı kitabda yazılıb da oxuduğumuz şeylərlə mümkün olan bir şey deyil. Bu nə deməkdir? Yəni, davamlı ki, bizə deyirlər, ətrafına 5 ən milyoner insan yığsan, 6-cı da sən olacaqsan deyirlər. Sonra nə deyirlər? Deyirlər, zəngin kişi ilə evlən ki, çoxlu pulun olsun. Düzdür? Bu harada yazılıb? Hansısa kitablarda, hansısa siz sosial mediada falan bunu tez-tez postlarda oxuya bilirsiniz. Amma belə olmur. Həyatda belə işləmir. Çünki belə rahat olsaydı, mən həmişə deyirəm, hər kəs gedib zənginlərlə bir stolda oturardı bir masada, 5 dənə zəngin dost tapardı, bir dənə də zəngin kişi tapardı və hamı 5 dəqiqənin içərisində sırf çevrə qurma qabiliyyəti sayəsində xoşbəxt, bəxtəvər, zəngin həyat qurub yaşayardı. Abuzsuz, incinmədən, rahat həyat ssenarisi ilə. Amma belə bir dünya yoxdur, bu cürə olmur işlər. Gəlin baxaq necə olur. Ümumiyyətlə, ətrafımıza kimlərin gəldiyi və orada kimlərin qaldığı da bizim şuuraltı proqramlarımızın, yəni resurs səviyyəmizin əsəridir. Və əgər sizin hələ proqramlarınız imkan vermirsə sizə ətrafınızda 5 milyonerlə kontaktda keçəsiz, belə deyərlər də ki, 6-cı da siz olasınız. Siz onların nə qədər içinə düşməyə çalışsanız da, müəyyən duyğularınız baryer rolunu oynayacaq hər zaman və bu bariyerlər imkan verməyəcək sizə ki, o insanlarla kontaktınızı məqsəd yönümlü və yaxud da inkişaf yönümlü aparasınız, yaxınlaşasınız, ən azından ürəyinizi açasınız, o insanlarla yaxın olasınız, yaxın çevrədə, yaxın kontaktda olasınız və xüsusilə həyatımızı müəyyən evrələrə ayırsaq, psixolojik sanki səviyyələrə ayırsaq həyatımızı,
Əgər öz üzərimizdə heç işləməmişiksə, həyatımızı stabil yaşamışıqsa və şuuraltı proqramlarımızdan hələ xəbərimiz yoxdur və onları keçməyi düşünmürüksə, o zaman, diqqətli olun, o zaman çevrəmizə gələn, bizə sanki maqnit kimi bizə tərəf gələn hər bir partnyor seçimi, diqqətli olun, və hər bir rəfiqə seçimi bizə anamızla yaşadığımız duyğuları proyeksiya edəcək. Yəni, anamızı necə hiss etmişik, anamız necə biri olub bundan söhbət getmir, ha? Anamızı necə hiss etmişik, onunla kontaktda özümüzü necə hiss etmişik, nələr bizə fiksasiya olunub, hansı duyğulardayıq anamızla uşaq vaxtı olan kontaktımızla bağlı, həmin kontaktda hiss etdiyimiz duyğuları bizə yaşadacaq insanları ən yaxın çevrəmizə alırıq. Daha fazlasını eləyə bilmirik. Və hətta planlı şəkildə 5 milyonerin tutaq ki, arasına getdik və yaxud da 5 dənə milyoner rəfiqə götürdük də özümüzə, deyək ki, və yaxud da zəngin partnyor tapdıq. Necə olacaqsa, həmin padruqalar da belə deyərlər. 5 padruqanın arasına girib 6-cı siz oldunuz. Onlar öz aralarında başqa cürə davranacaqlar bir-birlərinə. Sizə qarşı isə başqa cür olacaqlar. Tam da sizə mamanızla yaşadığınız duyğuları təkrarlayacaqlar. Əgər siz bu duyğuları hələ aşmamısınızsa, hələ bu psixolojik səviyyəni keçməmisinizsə. Və indi ətrafınızda ən yaxın olan rəfiqələrinizi yazmağınızı istəyirəm. Hətta bura partnyorunuzu da qıraqdan bir dənə xətt çəkib partnyorunuzun adını da yaza bilərsiniz ya da partnyor seçimlərinizi də yaza bilərsiniz. Bu tərəfdə isə sanki vərəqi 2 yerə ayırıb, burada rəfiqələrinizin adlarını, burada isə partnyorlarınızın və ya tək partnyorunuzun adını yaza bilərsiniz və yaxud da subaysızsa, heç qarşınıza partnyor seçimi gəlmirsə, siz burada sadəcə uzaqdan gəlib hello eləyən adamların adlarını yaza bilərsiniz ki, onlar sizdən niyə qıcıqlandırır, niyə alınmır və s. və s. Okey. Və biz başlayacaq bunların üzərində işləməyə. Yavaş-yavaş fokuslanmağınızı istəyirəm ətrafınızdakı ən yaxın dostlarınıza, rəfiqələrinizə və hiss etməyinizi istəyirəm ki, onlar sizə kimi xatırladır, kimin proyeksiyasıdır bu, yəni mamanıza oxşuyurmu o qızların həyat ssenarisi, danışığı, sizinlə yaşatdığı duyğuları, mən hətta kommentariyaları da açıram ki, sizinlə kontaktda olaq. Yazın, chatda istəyirəm, yazasınız. İstəyirəm kimsə kommentlərdə bugünkü canlı yayımın adını yazsın, çevrəmiz həyatımızı necə məhv edir. Yazın, bugünün mövzusu 2 nöqtə, çevrəmiz həyatımızı necə məhv edir. Və mən pinliyim onu. Zoom'da yoxdur canlı, bugün canlı yayımda webinar deyil. Bu o demək deyil ki, kiminsə yerinə qoyursunuz. Okay? Bu o demək deyil. Bu sadəcə odur ki, həmin insanlarla hansı duyğular yaşayırsınız. Biraz daha da dərinə getdikcə biz anlayacağıq nədən söhbət gedir. Gəlin götürək rəfiqələrinizdən birini. Həmin rəfiqənizin baxışına fokuslanın istəyirəm. Həmin baxışdakı emosiyalar, duyğular birazca da olsa mamanızı xatırladırmı sizə? Rəfiqənizin bazı emosional fonuna baxaq, baxışına yansıyan emosiyalara baxaq, duyğularına, baza duyğularına baxaq. Mamanızın baza emosiyalarına bənzəyirmi? Əsas fonuna bənzəyirmi? Xatırladır. Bəli. Bəli. Bizə bunları açmaq lazımdır ki, siz həyatınızla nə edirsiniz ümumiyyətlə? Çünki
Çünki həyatımızı indi görəcəyik ki, məhv eləyən əslində çevrəmiz deyil, o çevrəni niyə ətrafımıza çəkdiyimiz və o çevrə ilə nə etdiyimizdir. Ən yaxın rəfiqəmin həyat ssenarisi anamın ssenarisini yansıdır. Əgər yaxın rəfiqəniz yoxdursa, baxmaq lazımdır. Niyə yaxınlaşmaqdan, ürəyinizi açmaqdan qorxursunuz? Mamanıza da ürəyinizi açmaqdan qorxmusunuz. Mamanız sizi tərk mi eləyib uşaq vaxtı, rədd mi eləyib? Niyə bütün qızları silirsiniz? Niyə qızlarla kontakta keçmək istəmirsiniz ümumiyyətlə? Niyə yanınızda rəfiqə saxlamaq istəmirsiniz ümumiyyətlə? Niyə ürəyinizi aça bilmirsiniz qadınlara? Qızların yanında niyə ürəyinizi aça bilmirsiniz? Və bu sizin mamanızla kontaktınızda da nəyisə sizə xatırlatmalıdır. Hansı duyğudur bu? Çünki çox zaman rəfiqəniz yoxdursa, rəfiqələrinizlə ürəyinizi aça bilmirsə, bu deməkdir ki, partnyorunuzla da ya yoxdur, ya da partnyorunuza da ürəyinizi aça bilmirsiniz. Yenə də deyirəm, ya partnyorunuzda yoxdur, ya da partnyorunuza da ürəyinizi aça bilmirsiniz, emosional yaxınlaşa bilmirsiniz. Və əgər elə bilirsinizsə ki, qısqanacaqlar, rəfiqə ancaq mamadır və yaxud da rəfiqəyə güvənmək olmaz, rəfiqələr ev dağıdır, mənə xəyanət eləyəcəklər, yalan danışacaqlar, mənim yanımda durmayacaqlar və s. və s. deyə hissləriniz varsa, həmin hisslərə fokuslanın istəyirəm. Bu hisslər hansı valideyninizə qarşı güvənsizliyinizi əks etdirir? Hansı valideyninizə qarşı güvənsizliyinizi əks etdirir? Bəlkə də uşaq vaxtı mamanızla elə bir ssenari yaşamısınız ki, bütün güvəniniz itib ona qarşı. Məsələn, xatirə dəftərinizi oxuyub sizin gizlicə və yaxud da qapını açıb, sizi icazəsiz soyundurub və yaxud da vurub sizi və yaxud da siz ona nəsə sir demişsiniz, başqa yerdə deyib. Hansı nöqtədə mamanızdan incimisiniz ki, indi rəfiqələr də yanınızda saxlaya bilmirsiniz? Çünki qadınlar dünyasına ürəyimizi aça bilmək, daha sonradan kişilər dünyasına da ürəyimizi aça bilməyimizə yol olur. Əgər biz qadınlar dünyası ilə düşməniksə, qadınlar dünyası ilə biz barışıb ürəyimizi aça bilmiriksə, o zaman biz sonraki etapda bizə çətinləşir kişilər dünyasına da ürəyimizi açmaq. Çünki kişilər dünyasında bu səfər də kimə ürəyimizi açsaq, həmin dünyada ürəyimizi açdığımız insan həyatına başqa bir qadın girir. Niyə? Niyə üç bucağa düşürük? Niyə başqa bir qadın gəlir? Çünki biz hələ qadınlar dünyası ilə barışmamışıq axı. Qadınlar dünyasına ürəyimizi aça bilmirik axı. Başqa bir qadın gəlir ürəyimizi açdığımız kişinin yanına ki, biz onunla ən ağır ssenarini yaşayaq ki, axır ki, qadınlar dünyası tərəfə baxaq. Qadınlar da var bu dünyada. Anamla yaşadığım duyğular da var bu dünyada deyə baxaq. Və yenə də deyirəm, psixolojik olaraq mümkün deyil ki, bir qadının ürəyini açdığı yaxın bir xanım yoxdur və həyatında xoşbəxt olacaq bir kişi ilə. Belə bir şey ola bilməz. Yenə də, niyə? Çünki ürəyiniz bağlıdır hələ. Mamanızla aranızda ürəyiniz bağlıdır hələ, belə deyərlər. Okey. Ola bilər ki, rəfiqələriniz davamlı sizi tərk eləyir, yaxşı həyat qurub tərk eləyirlər. Bu kimdir sizi tərk eləyən məsələn? Mamanız mı uşaq vaxtı tez-tez sizi qoyub tərk eləyib? Çünki ona yaşadığınız duyğuları təkrarlayırsınız. Ürəyimizi necə aça bilərik? Ürəyimizi açmaq, ümumiyyətlə, ürək açmaq nə deməkdir? Gəlin bu haqda danışaq birinci, çoxunuz soruşur. Ürək açmaq o deməkdir ki, kontaktdan qorxmamaq, yaxınlığa gedə bilmək insanlarla, düzdür? Rəfiqələrlə də, kişilərlə də. Okay.
Və ürəyini açmaq üçün nə lazımdır? Məntiqlə düşünək gəlin. Ürəyini açmaq o demək deyil ki, burayı yardım, açdım, tökdüm ortaya, ürəyimi çıxartdım. O elə bir şey deyil, yox. Ürəyini açmaq emosiyalarını açmaqdır, yaxınlaşmaqdır, blizist, yaxınlıq qurmaqdır bir insanla. Və bir insanla yaxınlaşmaq, ürəyini açmaq üçün biz məntiqən nə etməliyik, nə baş verməlidir, hansı mühüm şərait olmalıdır ki, biz qorxmadan ürəyimizi açaq. Yalnız və yalnız o şərtlə ürəyimizi aça bilərik ki, haradakı ürəyimizdə inciklik yoxdur. Ürəyimizdə qorxular yoxdur. Ürəyimizdə pis bir şey ola bilər deyə bariyerlər yoxdur. Və ürəyimizi bağlayan, bizi istənilən kontaktda kontrolə yönəldən qoruma mexanizmlərimiz yoxdur. Bu qoruma mexanizmləri nədir? Məsələn, manipulyasiyalar, yalanlar, özünü bağlamaq, qeyri-səmimilik, emosiyalarını göstərə bilməmək, uzaqlaşmaq və s. və s. Anam məni tərk etməyib deyirsiniz. Texnikalarda bura enirik. Siz xatırlayırsınız nə vaxt baş verib bu. Ola bilməz çünki. Mamanız ola bilər emosional bağlı və soyuq insan olub. Yanınızda olub, amma yanınızda olduğunu hiss eləməmisiniz. Başı qarışıb işə, ora, bura, davamlı və siz o fizikən yanınızda olsa da ruhən, emosional olaraq yanınızda hiss eləməmisiniz. Və beləcə siz mamanızla ürəyinizi aça bilməmisiniz. Ata mövzusuna da keçəcək, narahat olmayın. Və qızlar, sizə elə gəlirsə ki, atanıza qarşı çoxlu inciklikləriniz var. Burada diqqətli olun. Mən niyə görə deyirəm ki, 90% kontaktlarımızı anamız belirləyir. Nəyə görə? Duyğularımızı da, emosional fonumuzu, həyat ssenarimizdə. Nəyə görə? Çünki hətta atanız nəsə edibsə belə, siz daxildə mamanızı günahlandırırsınız hər zaman, ən dibdə. Mama, niyə ayrılmadın? Niyə bu kişini seçdin? Niyə bunun yanındaydıq? Niyə məni qorumadın atamdan? Niyə məni qucağına almadın? Niyə atama demədin ki, qızıma, oğluma belə davranma və s. və s. Başa düşürsünüz niyə mamamızla bağlıdır? Çünki atamız bir şey eləyəndə, bir cürə davrananda belə biz anamıza bəsləmişik o ən dibdəki qısıtlayan duyğuları, belə deyərlər. Bir insanın siz uşaq olarkən ölümü valideynlərinizin tərk etməsi deməkdir onun sizə. Yəni, uşaq psixikası bunu məni tərk etdi deyə algılayır. Ona görə də valideynləri dünyasını tez dəyişmiş uşaqlar sonralar tərk edilməkdən çox qorxur və yaxud da sonradan tez-tez tərk edilir. Bəli, anam biz balaca olanda bizi qoyub müalicə üçün getməli olub, indi hiss eləyirəm dediklərinizi. Bəli, çox doğru. Çox doğru. Və bunların üzərində işləmək lazımdır. Həyatınızı rahat qura biləsiniz deyə. Biz qadınlar dünyası ilə rəqabətə girerik. Tez-tez ürəyimizi aça bilmirik. Özümüzü bağlayırıq rəfiqələrimizlə də. Biz tez-tez qadınlar dünyasına güvənimiz itir və yaxud da qadınlar dünyası ilə kontaktımızı elə qururuq ki, bizə zərər verir. Bu barədə danışacağım indi mən. Ən yaxşı padruqanız belə varsa, bugün onu da analiz eləyə istəyirəm. Ən yaxşısını belə. Çünki bu çox önəmlidir. Gəlin baxaq bu rəfiqələrə və ətrafımızdakı qadınlara. Davamlı hansı tip ssenari qururuq, onlarını araşdıraq. Birinci tip ssenari. Baxaq, birinci tip ssenari. Qızları var ətrafımda, çox sevirəm onları, amma davamlı elə eləyirəm ki, onların sevgisini qazanım. Yəni, onlar nə yaşayırsa, mən də onları yaşayayım. Necə? Məsələn, padruqanın sevgilisindən ayrılıb ağlayırsa, siz də elə bir şərait yaradırsınız və yaxud da siz də yalandan ona deyirsiniz ki, okey, mənim də Əbülfəzim məni incidir, mən də özümü çox pis hiss eləyirəm, kişilər hamısı belə mundardır, kişilərə güvənmək olmaz,
ya da deyirsiniz mən də boşanacağam, mən də ayrılacağam, mən də kişi istəmirəm, ən doğrusunu sən eləmisən. Halbuki bunlar sizin öz daxili belə deyirlər, seçiminiz deyil tam olaraq, sadəcə onun sevgisini qazanmaq üçün onun hekayəsini və duyğularını təkrarlamağa özünüzü borclu hiss edirsiniz. Əgər rəfiqələrinizlə birinci ssenarini yaşayırsınızsa, plus qoyun istəyirəm. Birinci ssenari sevgi qazanmaq. Əgər bu ssenarini yaşayırsınızsa qızlarla, plus qoyun istəyirəm. Qızlar yoxsa mamanızla ola bilər ya da xalanızla. Məsələn, adi bir şey. Ətrafınızdakı qızlara 1000 ya da 500 qızıl güldən ibarət buket heç vaxt gəlməyib. Və siz də həyatınıza elə bir kişi alırsınız ki, o da sizə bunu almasın. Çünki siz üzə çıxara bilməyəcəksiniz bunu. Avtomatik psixika belə işləyir. Mənim çevrəmdəki qızlar nəyi var, nəyi yoxsa, mən maksimum özümə onu icazə verə bilərəm, daha çoxunu yox. İndi baxın, ətrafınızdakı qızlardan, ən yaxın rəfiqələrdən, əgər onlardan çox-çox yaxşı həyat ssenarisi yaşayırsınızsa, deməli icazə verirsiniz özünüzə. Yox, yaşaya bilmirsinizsə, deməli hələ də birinci ssenaridə ilişib qalmışsınız. Başa düşürsünüz, plus qoyun ona görə də. Nə dərəcədə rəfiqələriniz sizin istədiyiniz həyat ssenarisini yaşayır və siz də icazə verirsiniz özünüzə. Yenə də, baxın, qızlar, çoxunuz çox da xoşunuza gəlməyən münasibətdə ilişib qalırsınız partnyorla. Məsələn, tam da sizə görə deyil də sanki, okey? Tam da sizə uyğun deyil sanki. Amma sırf çevrənizdəki qızlardan, onların partnyorlarından daha yaxşıdır deyə yanınızda saxlayırsınız. Daha yaxşısını seçməyə özünüzə icazə vermirsiniz. Və bu ssenarilər davamlı davam edir. Və bəli, həyat ssenarim yaxşıdır, amma münasibətdə fərqlənmir. Bu necə olur? Yəni, münasibətlərlə bağlı olan ssenarinizi bəyənmirsinizsə, həyat ssenariniz necə yaxşı olur? Əgər kişilər dünyasıyla yaxınlıq qura bilmirsinizsə, məsələn, adi bir şeydə belə bir güzgü effekti yaranır sanki. Rəfiqəniz davamlı kişiləri pisləyirsə, davamlı deyirsə ki, okey, kişilər belədir, tupoydur, anormaldır, belədir, elədir və s. Siz də davamlı başlayırsınız. Ən yaxşı kişi variantları gəlsə belə, psixikanız elə işləyir ki, o kişini əsl ürəyinizi aça bilmirsiniz o kişiyə. Padruqanızın sevgisini qazanmaq üçün tema çıxarırsınız orada. Gəlib padruqaya danışmaq üçün ki, o necə tupoydur, belədir, elədir və s. Eyni ilə bir çox qızlarım Leydi təlimindən sonra öz rəfiqələrini buraxıb partnyoru ilə yaxınlaşır, məsələn. Çox olub belə şey. Niyə? Çünki partnyorunu əsl özünə ürəyini açmamışdı, heç vaxt görməmişdi partnyorunun əsl necə, məsələn, mərd bir kişi olduğunu, çox yaxşı bir bəy olduğunu, çox perspektivləri olduğunu və s. və s. Və yaxud da əksinə də olur. Rəfiqəm sevdiyim oğlanla sevgilidir. Okey, məsələn. Niyə o sizin hələ də rəfiqənizdir? Sərhədlərinizi qoruya bilmirsiniz, düzdür? Və rəfiqəniz davamlı kişi düşmənidirsə, kişiləri sevmirsə rəfiqələriniz, davamlı ortamda kişiləri pisləyirsinizsə siz, düşünməlisiniz, bu nəyə kompensasiya verir? Uşaq vaxtı yaşadığınız nəyə kompensasiya verir? Mamanızla kifayət qədər atanızı pisləyə bilməmisinizmi? İçinizdə mi qalıb? Bu ssenarini mi təkrarlayır? Çünki mamanızın duyğularıdır, rəfiqələrinizdə də biruzə verir özünü. Çünki avtomatik bu mamanızın duyğularından çıxsaz, tamam başqa bir çevrəyə düşürsünüz. Nəsə düşünməklə nəsə dəyişmir.
Şuuraltı proqramlarınız dəyişməklə nəsə dəyişir. Prosto nəsə düşündüm, nəsə elədim, nəsə dəyişmir heç vaxt. Məsələn, mamanızla yaşadığınız ssenariləri şuur altında proqramlamasınız. Mamanızın duyğularını, emosiyalarını, öz emosiyalarınızdan ayırmasanız, necə dəyişər nəsə? Nə qədər ətrafınızdakı rəfiqələri uzaqlaşdırsanız da yenə eyni şeylər gələcək yanınıza. Bu kainat sistemi ümumiyyətlə elə işləyir ki, işləmə mexanizmində biraz dərinə gedəndə əslində çox düz məntiq damısı. Sadəcə və sadəcə sizin hər zaman ətrafınızda daha yaxşı variantlar var. Həm partnyorla bağlı, həm rəfiqə ilə bağlı. Sadəcə psixikanız əl vermir. Düşünün, bir rəfiqə yanınızda oturub danışır ki, dünən necə getmişdi, partnyoru ilə maşın aldılar, bugünsə ev almağa gedirlər, 10-cu evləridir bu. Sonra jeti ilə gedəcək, sonra davamlı tərifləyir partnyorunu, o necə seksualdır, qoxusu necə gözəldir, necə gözəl kişidir, ilahi heyranam mən bu kişiyə, ürəyim gedir ondan ötürü, tez-tez qucaqlayıram, yanınızda öpüşürlər və s. və s. Resursunuz qaldıracaq bunu. Məsələ burasındadır. Axı sizə lazımdır uşaq vaxtı mamanızla yaşadığınız duyğuları təkrarlayasınız rəfiqənizlə. Bu da bir oyun kimi də, senaridə qalırsınız rəfiqələrlə də. Bəli, ən yaxın rəfiqəniz deytə çıxanda sizi mənfi emosiyalara salır. Sizin üçün nə vacibdir? Öz həyat senarinizi qurmaq, öz üzərinizdə işləmək, yoxsa rəfiqənizin yanında qalması? Hansı vacibdir? Əlbəttə, şuuraltı proqramlarınızı işləməmişsinizsə, rəfiqəniz vacibdir. Çünki rəfiqə indiki həyatınızda olmayan mama obrazını əvəzləyir. Axı, mamanızla artıq ayrılmışsınız, 18 yaşınız olub. Mama öz işi ilə məşğuldur. Yaşlanıb, qocalıb, uzaqdır və s. və s. İndi sizə kim lazımdır? Rəfiqə, hansı ki mamanızla birə-bir yaşadığınız emosiyalar, duyğular təkrarlayacaq yanınızda. Və əlbəttə, bu və ya digər şəkildə imkan verməyəcəksə ki, normal həyat senarisi qurasınız. O demək deyil ki, rəfiqəniz pis adamdır, yox. Sadəcə birlikdə yaşadığınız duyğular imkan vermir sizə ki, yeni bir senari qurasınız. Çünki orada rəfiqə də əslində günahkar deyil ya da pis adam deyil. Sadəcə və sadəcə o rəfiqə, yenə də deyirəm, mamanızla yaşadığınız duyğuları proyeksiya edir. Mən, məsələn, 10 ildə tənha olan bir podruqam var, deyirsinizsə. Nə dərəcədə bəs sizin partnyorunuz ən əla seçimdir sizin üçün? Ən super istədiyiniz ssenaridir. Nə dərəcədə? Çünki əgər yanınızdakı rəfiqəniz ömrü boyu kişi tapa bilmirsə özünə, siz də yanınızda ən yaxşı versiyanı tutmaqdan çəkinəcəksiniz. Avtomatik. Əgər sizi yuxu tutursa, məni dinləyə, baxmaq istəmirsə, deməli, psixika, belə deyərlər də, tərəddüd eləyir, psixika qorxur özünə aid nələrsə eşitməkdən, dəyişimdən və s. Biz birinci ssenaridən danışırdıq. Birinci ssenarini bitirdik. Bu, rəfiqələrinizin sevgisini qazanma ssenarisi idi. Və məhz bu ssenari sayəsində siz tam da mamanızın yaşadığı duyğulara oxşayan bir rəfiqələr tapırsınız və həmin rəfiqələrlə sevgi qazanma oyunu oynayarkən həyatda istədiyiniz xoşbəxtlik və zənginliyi itirirsiniz. Yəni özünüz öz həyatınızı məhv edirsiniz. İnanclarımızı formalaşdıran və həyat ssenarimizdə formalaşdıran daxili proqramlarımızdır. Ən dərində. Tək-tək inancları işləməkdənsə, tək-tək həyat çevrəmizdə nəsə, belə deyərlər də, dəyişdirməkdənsə, bunlar hamıcısı yorucu şeylərdir. Birbaşa proqramlarımız üzərində işləmək lazımdır.
İkinci ssenariyə keçirik. Hazırsınızmı? Artıq biri yazmışsınız, ikiyə keçiriksə smayliklər qoyun çatda. Mən görüm ki, siz hazırsınız. Biz ikinci ssenariyə keçirik. Smayliklər qoyun. Mən görüm ki, hazırsınız. Hazırsınızmı? Smayliklər qoyun. Mən görüm. İkinci ssenari rəqabət ssenarisidir. Yəni, ətrafımdakı qızlarla davamlı problem yaradıram, dalaşıram, tez-tez küsürəm, başqa rəfiqələr tapıram, ya da rəqabətə girirəm, davamlı çalışıram ki, o nəsə eləyibsə, mən də ondan daha yaxşısını eləyim, ya da onlar mənlə rəqabətə girir. Okay, və davamlı deyirlər ki, okay, bu maşını aldısa mən də alım, bu iş qurdusa mən də qurum, bu sevgili tapdısa mən də tapım, bu evləndisə mən də evlənim. İkinci ssenari rəqabət ssenarisidir. Rəqabət ssenarisinə bir də aiddir, yorulub ümumiyyətlə heç bir dost tapmamaq, heç bir rəfiqə ilə yaxınlaşa bilməmək və davamlı tək qalmaq və davamlı elə eləmək ki, rəfiqələriniz ətrafınızdakı qızlarla nəsə bir problem çıxarasınız. Tipa nəsə xoşunuza gəlmədi, uzaqlaşdınız və s. və s. Bu olur rəqabət ssenarisi. Yəni, mən kontaktda ürəyimi aça bilmirəm qızlarla. Mən rəqabətə girirəm. Mən problem çıxarım, bir səhv tutmağa çalışıram qarşı tərəfdə və özümü ağıllı çıxartmağa çalışıram və yaxud da əksinə. Onlar mənlə rəqabətə girir. Mən də səhv tutur və yaxud da səhv tutmaqdan ziyadə biz bir-birimizlə bəhsə-bəhsə giririk. Və bu bəhsə-bəhsə girmək teması, məsələn, o boşandı, mən də boşanıram. Ya o evləndi, mən də evlənirəm. Ya o ev aldı, mən də alıram. O biznes qurdu, mən də qururam. Bütün bunlar uzaqlaşdırır bizi birinci öz həqiqi potensialımızdan uzaqlaşdırır. İkincisi isə qızlara ürəyimizi aça bilmiriksə, yəni ətrafınızdakı rəfiqələrlə davamlı qorxursunuzsa, tam ürəyinizi açmaqdan, incinməkdən qorxursunuz və bu şəkildə rəqabət, daxili rəqabət yaranırsa sizdə, bu da necədir? Nəsə gizlətmək, onları manipulyasiya etmək, nəyisə üstünü örtüşdürmək, nəyisə gizli saxlamaq və s. də belə deyərlər. Ya da uzaq durmaq, uzaq rəfiqələr kimi saxlamaq və s. Bu o deməkdir ki, mamamızla da gizli rəqabətdəyik əslində və bu ssenaridə yaşayan qızların əslində partnyorları ilə xəyanətə uğramaq və ümumiyyətlə partnyor tapa bilməmək ssenariləri olur hər zaman. Yəni uzun müddət tək qalırlar və s. və s. Bu ssenaridə yaşayan qızlar. İki ssenari yazdıq, siz görə bilirsiniz. Hər iki ssenaridə necə məhv eləyirik bir-birimizi. Və hər iki ssenari necə mamamızla əlaqəlidir. Çünki birinci ssenaridə biz mamamızın sevgisini qazanmağa çalışırıq, ikinci ssenaridə isə mamamızla rəqabətə giririk. Bu ssenarilər biz harada işləyəcəyik? Biz bu ssenariləri Lady Modul 1, Modul 3 və Modul 4-də işləyəcəyik. Modul 4 ürəyini aç moduludur. Həmin moduldakı texnikalarla biz artıq ürəyimizi öncəki 3 modulda təmizləyəcəyik. O ağrıdan, xəyanət proqramından belə deyərlər, incikliklərdən, üçbucaqdan, ondan, bundan, bayaqdan danışdığımız hər şeydən. Mamamızla yaşadığımız ssenarilərdən, xüsusilə də mamamız bizə cinsəl anlamda, yəni qadınlığımızla bağlı hər hansı bir inciklik yaşadıbsa, bilmədən soyundurub, tualet otağında bizə yanlış davranıb və s. və s. Biz onları ikinci modulda işləyəcəyik. Bütün bunları işləyəndən sonra 4-cü modulda artıq ürəyini aç texnikası ilə biz tamamilə ürəyimizi rahatlaşdıracaq ki, biz kontakta keçə bilək. Ürəyini aça bilən bir qadın həm rəfiqələr mövzusunda bəxti gətirir. Əslində bəxt deyil, sadəcə proqramları gətirir deyək. Okay. Bəxt söhbəti deyil burada.
Sadəcə proqramları əl verir ki, artıq ətrafına elə qızlar yığsın ki, o qızlar da tam ürəyini açsın, qoruma mexanizmləri olmadan və rahatlıqla bu kontaktda istədiyi sevgini də alsın, istədiyi əyləncə, ehtiyaclarını tamamlaya bilsin. Eynilə də ürəyini rəfiqələri ilə aça bilən bir qız uzun müddət tək qalmır ümumiyyətlə. Kişilər dünyası ilə da münasibəti çox yaxşı olur və partnyoru ilə də ürəyini aça bilir və siz artıq bilirsiniz, partnyoru ilə ürəyini aça bilən bir insan münasibətlərdə istədiyi hər şeyi ala bilir o münasibətdə, başa düşürsünüz? Yəni artıq 4-cü modulda biz ürəyini aç texnikasından sonra bir də 5-ci modulda hədiyyə texnikası eləyəcəyik. Siz əgər istəyirsinizsə, düşünürsünüzsə ki, okey, rəfiqələrim, partnyorum və s. mənə istədiyim hədiyyələri almır, daha böyük hədiyyələr istəyirəm və s. və s. Bura qədər gəlib çatdıqdan sonra biz hədiyyələr mövzusunda şüuraltı proqramlama eləyərik. Hədiyyə mövzusu belə şüuraltı proqramlarımızın əsəridir, düşünün. Bunu siz Lady proqramında görəcəksiniz texnikaları biz işlədikcə. Və deməli, öz üzərimizdə hələ işləməmişiksə, ürəyimizi hələ açmamışıqsa, biz ətrafımıza mamamızla yaşadığımız duyğuları kopyalayan, senariləri kopyalayan rəfiqələr çəkirik və yaxud ümumiyyətlə rəfiqəsiz qalırıq. Eyni ilə də partnyorlarla bağlı bu belədir. İkinci mövzu nədir? Ata ilə yaşadığımız senarilər. Biz ata mövzusunu əlbəttə işləyirik Lady təlimində. Ataya ürəyini aç və s. və s. Ata mövzusu bizdə o qədər də rəfiqələr mövzusuna təsir eləmir, partnyor mövzusuna təsir eləyir. Bunları biz araşdıracağıq. Amma atamızla yaşadığımız senarilər çox da rəfiqəmizlə yaşadığımız senarilərə təsir etmir. Atamızla anamızın arasında birbiri ilə yaşadığı senarilər təsir eləyə bilər. Bəli, biz atamızla anamızın birlikdə yaşadığı senarilərə oxşayan senarilər yaşayan, ailə həyatı olan rəfiqələri seçirik sanki. Ona görə bunu da işləyirik mütləq təlimdə. Amma bəli, partnyorumuzla yaşadığımız, kişilərlə yaşadığımız senarilərdə atamız rol oynayır və ataya ürəyini açmaq da çox önəmlidir. Ona görə 4-cü modulda həmin praktikanı da, texnikanı da biz eləyəcəyik özünü proqramlamaq üçün. Gəlsək sağlam münasibətlərə. Sağlam rəfiqə münasibətləri. Ümumiyyətlə, rəfiqəni haradasa axtarmırıq. Onlar bizim enerjimizə, resursumuza, şüuraltı proqramlarımıza yapışır. Sağlam rəfiqəlik davamlı özlərində işləyən rəfiqəlikdir. 1. Hər rəfiqələr özlərində işləyir, yəni. Başa düşürlər nə baş verir. İkincisi, sağlam rəfiqələr birbirlərinə aid, birbirləri ilə bağlı olan hisslərini deyən insanlardır. Yəni necə? Məsələn, səni qısqandım bu nöqtədə. Gəl işləyək, gəl baxaq, bunu necə eləyə bilərik? Okay. Ya da Asya, məsələn, mənə deyirlər, Asya, sən bunu yaşadın, rəfiqələrim deyir də. Mən özümü pis hiss elədim, gəl bu tərəfə baxaq. Və yaxud da Asya, sən bunu elədin, mənə elə gəlir ki, mən də bunu eləməliyəm. Gəl bunu araşdıraq. Okay. Bu olur sağlam rəfiqəlik. Ya da mənə deyirlər, məsələn, rəfiqələrim, Asya, bax, mən məncə burada səhv eləyirəm. Burada negativə boğuram söhbətimizi. Ya burada, məsələn, nəsə imkan vermir elə bil mənə. Nəsə istədiyim şey alınmır və s. Gəl bu tərəfə baxaq, səndə necə alınır baxaq. Və yaxud da sən mənə əsəbləşdirirsən, okay, deyə bilərik. Sağlam rəfiqə münasibətlərinə. Sən mənə əsəbləşdirirsən, sən bu mövzuda məsələn yanlışsan, ola bilər, deyə bilərik. Açıq şəkildə deyirik. Sağlam rəfiqəlikdə bu şəkildə irəliləyir hər şey. Çünki ürəyinizi açmısınız deyə, sağlam dostluqdur deyə bu. Burada artıq sağlam emosiyalar var. Bir-birinizi yanlış yönləndirmək, yanlış rəqabətə girmək, sevgisini qazanmaq, bir-birinin xoşuna gəlmək, bir-birinə yazığı gəlmək əvəzinə. Əksinə, açıq şəkildə bir-birinizə deyirsiniz. Məsələn, rəfiqəniz davamlı kişiləri pisləyirsə, açıq şəkildə deyirsiniz ki, əzizim, sən bunu psixoloqda işlə. Mənim xoşuma gəlmir. Sən açıq şəkildə kişilər haqqında negativ danışırsan. Məsələn, düzdür? Bu olur sağlam rəfiqəlik. Sağlam, ürəyini açmış, sağlam dəstəkçi mühit. Dəstəkçi mühit
travmalı insanlar deyək də, negativ emosiyalarında yaşayan qızlar üçün xüsusilə də sağlam mühit ciciş-biciş mühitdir. Ciciş-biciş mühit nədir? Mən burada hansısa kişini pisləyirəmsə, o da pisləyir. Mən burada pisəmsə, o da pis olur. Mən hansısa bir səhvə düşmüşəmsə, o mənə dəstək olur və s. və s. Bu əslində toksik mühitdir. Bu dəstəkləyici mühit deyil. Və yaxud da əgər rəfiqələriniz davamlı sizə pul verirsə, şutunuzu ödürsə və s. borc istəyə bilirsinizsə və s. Bu sağlam mühit deyil. Sağlam dəstəkçi mühit deyil. Bu zərər verici mühitdir. Dəstəkçi mühit bilirsiniz nədir? 1. Siz səhv eləyəndə belə sizə deyə bilmək. Zamanında sizi tək buraxa bilmək. Sizi xilas etməyə çalışmamaq. Xilas etməyinizi tələb eləyəcək bir mühit olanda sizi tək buraxmaq əksinə. Əksinə sizə borc verməmək. Əksinə sizi mütəxəssislərə yönəltmək. Əksinə sizə səhvlərinizi üzünüzə demək. Əksinə sizi kənara çəkib vaxtında gəl bunu düzəldək deyə bilmək. Və yaxud da bu mənim xoşuma gəlmir. Bunu necə düzəldə bilərik münasibətimizi davam elətdirə bilmək üçün. Bunları deyə bilmək. Sağlam münasibətdə toksiklik yoxdur. Ya da sağlam münasibətdə siz münasibəti qırmaq üçün bir-birinizi silmirsiniz hardansa, bloklamırsınız. Ya da bir-birinizi cəmaatın içində biabır eləmirsiniz. Ya da yenə də deyirəm, toksik dəstəkləyici mühit əslində toksik dəstəkləyici mühit odur ki, yenə də deyirəm, məsələn, siz 3 dənə deytə çıxdınız, 3-ündə də kişini pisləyirsiniz, kişiləri pisləyirsiniz və o da sizlə bərabər onu pisləyir. Bu toksikdir. Bu toksikdir, çünki bu rəfiqə sizə göstərmir bir yol ki, əzizim, sən niyə bu qədər negativ yüklüsən? Gəl baxaq bu tərəfə, bu xoş deyil. Ola bilməz ki, sən 3 dənə kişi ilə görüşmürsən və 3-ü də pis adamdır. Sən toksiksən, gəl bunu işləyək. Xoşa gəlmir bu negativ yaymaq münasibətdə. Dəstəkləyici mühit qeybətçil mühit deyil. Dəstəkləyici mühit başqasının dalınca danışmaq, uydurmaq mühiti deyil. Dəstəkçi mühit başqalarının dalınca danışıb uydurarkən xoşbəxtlik tapmaq deyil. Dəstəkçi mühit, yenə də deyirəm, davamlı nəyinsə alınmadığını danışmaq deyil. Sizi aşağılayan mühit deyil bu və yaxud da başqalarını aşağılayan mühit deyil bu. Sağlam ürəyini açıb hisslərini deyə bilməkdir. Bu, eyni şey partnyor münasibətləri üçün də keçərlidir. Bura qədər hər şey aydınırmı? Və önəmli bir şey var. Əgər siz təşvişli bir qadınsızsa, kortizol qadınısızsa, sakit, təşvişsiz, huzurlu deyilsizsə daxildə, siz ətrafınıza davamlı təşvişli qızları çəkirsiniz. Hansılarla ki, davamlı qurdalayırsınız nəysə. O alınmadı, bu olmadı, bu olmur və s. və s. Niyə bədəniniz təşvişlidir və təşvişli bədən digər təşvişli bədənlə birləşir? Niyə belə olur və necə düzəldə bilərik? Çünki sizin bədəninizdə psixoloji durumunuz elə bir hormonal səviyyə yaradıb ki, bədəninizdə. Elə bir hormonal səviyyə yaradıb ki, bədəninizdə. O hormonlar, o hormonal dəngesizlik gətirir, eyni dəngesizliyə malik olan qızları ətrafınıza alır. Fikir vermişsiniz, qızlarla bir mühitdəykən çox oturub durursunuzsa, hətta reqliniz belə deyərlər, uyğunlaşır bir-birinizə. Kortizol qadınıyam, dəyişməyə çalışıram deyirsinizsə. Necə? Mənə çox maraqlıdır. Nə edirsiniz öz üzərinizdə? Necə işləyirsiniz bunu? Çünki mütəxəssis dəstək olmadan mümkün deyil ki, siz nəyisə dəyişəsiniz. Özünüzü aldadacaqsınız. Xüsusilə də bağışlama texnikaları eləyirsinizsə, bunlar daha çox sizi kortizol qadınına çevirir. Kimisə bağışlamaq, kimisə unutmağa çalışmaq, bağışlamağa çalışmaq, valideynləri bağışlamağa çalışmaq, valideynlərin, birləşmək, bağışlamaq, bağ kəsmək. Bunlar hamısı, bu texnikalarını haradasa YouTube-da ödənişli şeylər tapıb eləyirsinizsə, bunlar hamısı sizi daha çox kortizol qadınına çevirir. Bilirsiniz nəyə görə? Çünki emosiya yoxdur burada. Emosiyalarınızı çıxarmırsınız. Bu həqiqi mütəxəssis dəstəyi deyil.
Okey. Təşvişiniz çatda belə görsənir. Mamalar niyə hər zaman deyir ki, rəfiqə yoxdur, rəfiqə elə mamalardır? Çünki mama özü də zamanında çox güvənli sarsılıb və eyni güvənsizlik mamanız sizə qarşı da sizin güvəninizi də sarsıb. Yoldaşlar, gəlin belə bir şey danışaq sizinlə. Baxın, məni izləyirsiniz, çox gözəl. Ödənişsiz izləyirsiniz, hər şey superdir. Bir müddət ödənişsiz özlərinizdə işləmək də çox superdir. Mən də vaxtıyla belə başlamışam. Amma həqiqətən nəsə dəyişsin istəyirsinizsə, addım atmalısınız, qərar verməlisiniz və özlərinizdə ödənişli işləməyə başlamalısınız. Həqiqi praktika və texnikalarla işləməyə başlamalısınız. Sadəcə webinarlarla, danışıqla, çünki mümkün deyil bu. Bu çox yaxşıdır, yenə də deyirəm. Hələ təzə başlamışsınızsa, mən iş təlimlərə götürmürəm onsuz da. Bir müddət ödənişsiz izləyib özlərinizdə işləməyiniz lazımdır. Amma özünüz üçün addım atın. Qalxın ayağa, deyin ki, mən özüm üçün buradayım. Mən özümün maması, atasıyam. Özümün avtoritet figuruyam. Özüm üçün nəsə edəcəyəm artıq. Və dəstəkçi mühit istəyirsinizsə, rəfiqə mühiti bu Lazy proqramıdır. Qızlar burada artıq həqiqi rəfiqə, belə deyirlər də, həqiqi rəfiqə çevrəsinə düşür burada. Okay, bəli, ilk öncə qızlarım həmişə YouTube-la başlayır. Daha sonra gəlir ödənişli proqramlara. Çünki YouTube ödənişlisi isə 1%-dir hər şeyin. Əsas praktikalar, texnikalar, bədən terapiyalarıdır, hormonal terapiyadır və s. və s. Bunların hamısını işləyirik biz ödənişli proqramlarda. Okay. Məncə bugünkü canlı yayımdan sizlərə çox şey bəlli oldu. Artıq 1 saatdır birlikdəyik. Sualınız varmı? Son olaraq 5 dəqiqədə suallara cavab vermək istəyirəm mən. Sualınız varmı? Lediyə gələnlər, sizi salamlayıram. Lediyə gələnlər mənə DM-də yazın, sizi şəxsən təbrik eləmək istəyirəm. Kim ki gəlmək istəyir, Lediyə nömrənizi yazın, şəxsən sizi menecerlərə yönləndirəcəyəm. Biz zaten sizdən birbaşa pul alıb təlimi almırıq. Həmişə menecerlərimiz maraqlanır. Kimsiz, nəsiz, nədir məqsədiniz? Biz sizə necə kömək eləyə bilərik? Vapşı kömək eləyə bilərik mi, ya yox? Okay. Ana ilə ana rəfiqə deyil, mama mamadır. Siz əgər bütün dünyanız mamadan ibarətdir, mamadan başqa heç kəsə güvənə bilmərəm deyə düşünürsünüzsə, o zaman partnyor münasibətlərində də çox biabırçı vəziyyət yaradacaqsınız siz. Nə olacaq? Mamanızın ovcuna qoyacaqsınız və biabırçılıq olacaq. Hansı Lady deyə bir şey yoxdur. Lady bir proqramdır. 100 dənə Lady yoxdur ki. Lady 1 birinci qrup deməkdir. Birinci qrup olmuşdu keçən il. Lady 2 ikinci qrupuydu. İkinci qrup ondan sonra oldu keçən il. Bu ilin ilk qrupudur. Yəni 3-cü dəfədir Lady proqramı baş tutur. 3-cü qrupumuzdur bu bizim. 4-cü dəfə isə, yəni Lady 4.0 isə gələn il olacaq 2026-da. Qatılmaq istəyirsiniz, qorxursuz. Gəlin, dəstəkçi mühitdə olacaqsınız. Kuratorumuz dəstək olacaq sizə chatda. Qızlarımız dəstək olacaq sizə. Nədən qaynaqlanır deyə soruşmayın heç vaxt. Çünki bu sizə heç nə qatmayacaq. Nədən qaynaqlanır? Lady hazırlıq modulu çox maraqlıdır. Bəli, qızlarım hazırlıq moduluna başlayıblar. Artıq hazırlıq modulundan belə nəticələrimiz var. Yox, mərhələlər deyil. Təlim birdir. Sadəcə mən qruplara ad verirəm ki, çaşdırmayım ki, neçə qrup buraxmışam məzun. Ona görə. Bütün təlimlərdə belədir. 1-0, 2-0, 3-0, 4-0, 5-0 neçə qrup buraxdığımı qatışdırmayım deyə mən belə eləyirəm. Münasibətlərdə təkrarlanan döngüləri qırmaq üçün Lady proqramına gəlin. Biz işləyirik texnikalarla.
Alov Şəhzadə 2 aydır başlamışam, çox yol qət etmişəm. Bəli, əlbəttə qət eləyəcəksiniz. Mümkün deyil heç bir yol qət eləməməyiniz. Bütün psixikanız update olunur sanki. Hələ düşünün, Lady'də hormonal terapiya və bədən terapiyaları var. Bütün bədəniniz, psixikanız, hormonal səviyyəniz hamısı update olunacaq. Başqa sual varmı? Qızlar, nə vaxtsa mən də desəydim ki, imkanım yoxdur nəyəsə, mən indi sizin qarşınızda danışmış olmazdım. Nə şirkət rəhbəri olardım, nə xoşbəxt həyatım olardı, nə zənginlik, nə pul, heç nə olmazdı həyatımda. Nə vaxtsa mən də ayağa qalxıb demişəm ki, okey, mən nəsə eləməliyəm özüm üçün. Da, belə başa düşürəm ki, artıq sualınız yoxdur. Və sizinlə sağollaşıram. Növbəti görüşlərimizə qədər. Mən balıq bürcü deyiləm, mən qoç bürcüyəm və hətta yüksələnim də oxatandır. Mən alov bir insanam. Bütün bürclərim alovludur. Amma mən sadəcə təşvişsizəm, rahat, relax qadınam. Öz üzərində işləmişəm. Təbiətən çox aqressiv bir insan olmuşam mən əvvəllər. Doğuşdan bəri belə olmuşam. Sadəcə öz üzərimdə işləmişəm uzun müddət. Və bədənimdə təşviş səviyyəmi minimala indirmişəm. Huzur, belə deyərlər, huzuru tapmışam. Belə sizinlə sağollaşıram növbəti görüşlərə qədər.